2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon Birləşmiş Ştatlar dolları təşkil edib. Bu dövrdə ixrac olunan məhsullarla bağlı detallı statistikanı istəyərdik sizə təqdim edək. Bu məlumatda təbii ki, bizdən kim bölüşəcək? Əməkdaşımız Nuranə İbrahimli hazırda bizi canlı bağlantıda gözləyir. Salamlayıram Nuranə səni. Qısa bir məlumatı mən təqdim etdim. Fərqi də az çox təqdim etdim tamaşaçılara, ancaq detalları səndən eşitmək istəyirik. Buyur. Salam Aynur, xoş gördük səni. Bəli, doğru vurğuladın. Yanvar-fevral ayları ərzində ixrac olunan məhsullarla bağlı həmçinin hansı ölkələrə ixrac olunub detallı məlumatları çatdıracaq. Bu dövr ərzində qeyri-yeyinti məhsulları ilə bağlı, daha doğrusu yeyinti məhsulları ilə bağlı ixrac isə 12,3% artaraq 153,9 milyon Amerika Birləşmiş Ştatları dollarını bərabər olub. Qeyri-neft sektoru ilə bağlı ixracla əlaqədar ilk yeri isə qızıl tutub. Qızılın ixracının yüksək olduğunu görə, əlbəttə ki, detallı olaraq məlumat almaq istəyirik. Elə yanımda İqtisadi Saatların Təhlil və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə var. Nicat bəy, xoş gördük sizi. Başqa hansı məlumatlar var? Hansı ölkələrə ixrac daha çox artır və daha çox nələr ixrac olunub bu müddət ərzində? Təşəkkür edirəm. Bildiyiniz kimi Azərbaycanda bu il yanvar-fevral aylarında qeyri-neft ixracı 6,6% artaraq təxminən yarım milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Ümumilikdə biz ötən dövrün statistikasına baxdıqda həm 2024-ün, həm 2023-cü ilin məhsul və coğrafi olaraq hər hansı bir əhəmiyyətli, mühüm bir dəyişiklik baş verməmişdir. Məhsulların ixracında isə təbii ki, ayrı-ayrı məhsullarda biz artım müşahidə edirik. Siz də qeyd etdiniz, birinci yeri qızıl ixracı əsas üstünlük təşkil edir, ikinci karbamiddir. Digər yerlərə də Azərbaycanda meyvə-tərəvəz məhsulları və o cümlədən aqrar məhsullar təşkil edir. Ümumilikdə ixracımızın, qeyri-neft ixracımızın ilk 20 məhsulları mal qrupu əsasında biz təsnifatlaşdırsaq, bura kimya sənayesi, plastik sənaye, meyvə-tərəvəz, emal edilmiş qida məhsulları və sairə daxildir. O cümlədən qara metallar və əlvan metallar bunları da aid etmək olar. Coğrafi olaraq əsas Azərbaycanın bildiyiniz kimi aqrar məhsulları Rusiya Federasiyasına ixrac olunur. Birinci yerdədir. İkinci, qardaş Türkiyə Cumhuriyyətinə Azərbaycanın şaxələnmiş məhsul ixracı var. Burada sadaladığımız, yəni ilk 20-likdə yer alan məhsulların əksəriyyəti Türkiyə Cumhuriyyətinə ixrac olunur. Kimya sənayesi, metal, pambıq və digər məhsullar. Üçüncü yerdə Gürcüstandır. Gürcüstan da Türkiyə kimi Azərbaycanın ixracında, yəni məhsul ixracında genişlənmiş məhsul ixracı qrupuna daxildir. İsveçrə Azərbaycanın əsasən qiymətli metallarının, qızıl və digər qiymətli metallarının göndərildiyi coğrafiyadır. Sonuncu pillədə Azərbaycanda bu ilin yanvar-fevral ayında Ukrayna Respublikası deməli qeyd olunmuşdur və qeyd etmək istəyirəm ki, adətən Azərbaycanın ixracının ilk dördlüyündə sadaladığım ölkələr daha çox möhkəmlənirlər, əvvəlki illərdə olduğu kimi. Beşinci yerdə isə əsasən dəyişkən bir formatda hərəkət edir. Ukraynada əsas ixracımızın artması karbamidlə bağlıdır. Azərbaycan yanvar-fevral ayında Ukraynaya karbamid ixracını artırmışdı. Bu da təbii ki, Ukraynanın statistikadakı mövqeyini 5-ci pilləyə qədər gətirib çıxartmışdır. Ümumilikdə qeyd eləmək istəyirəm ki, ən yüksək artım ixrac göstəriciləri arasında aqrar sənaye məhsullarında müşahidə olunmuşdur ki, bu da təxminən 20%-ə yaxındır. Çox sağ olun, təşəkkür edirəm ətraflı məlumat üçün. Bir daha vurğulanmaq istəyirik ki, bu ilin yanvar-fevral ayları ərzində ixrac olunan məhsullarla bağlı daha çox hansı ölkələrə ixrac olunub və ixrac olunan məhsullarda ilkin pillələri hansı məhsullar tutur. Ətraflı məlumatları çatdırdıq. Bizim isə çatdıracaqlarımız bu saat üçün bu qədərdir. Sözü ötürük xəbər mərkəzimizə. Təşəkkür edirəm Nuranə, həm sənə, həm də müsahibinə bizi məlumatlandırdığınız üçün.